Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində bu ev satışa çıxarıldı. İş yekunlaşar-yekunlaşmaz gəldim tez çəkim sizə göstərim. 2 mərtəbəli evdir, 129 min manata. 3 nömrəli məktəbin düz yaxınlığındadır. Qapısının ağzı da asfaltdır. Jalüz qapısı var. Baxın bir dənə butonumuza. Üstünün kazirokuna qədər vurulub. Kaletka qapısı var. Mərkəzi kanalizasiyanın trapı burada var. Sonra hasarların qıraqları və evin öz sokolu hamısı qabancıqlarla bəzədilib. Ev tam etdi. Bax, görsün nə qədər səlqə sahmanlıdır. Hasarlara baxın. Qiymətindən narahat olmayın. Qiymətdə yaxşı endirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Ev hələ içərisinin işləri qalıb, aboyları, qapıları, bir-iki işləri qalıb. Pilləkən hələ tam hazırdır. Mən gəldim bunu çəkirəm ki, tam gəlib yaxından baxıb özünüz görəsiniz. Qiymətinə görə, yəni narahat olmayın. Yaxşı super endirim olunacaq. Yavaş-yavaş yaxınlaşaq. Bunlar kupçalı evlərdir. Fərdi yaşayış, paket kupçalı. Yəni birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Necə? Hə, yaxında 3 nömrəli məktəb sağ tərəfindədir, sol tərəfində də bağça var. Hazırlıq kursu var, bağça var. Sarayın düz mərkəzindədir. Qapısından tutmuş, pəncərəsinə qədər hamısı keyfiyyətli materiallardan istifadə olunub. Evin yeri də monolitdir, 1 ilə 2-nin arası da monolitdir. Qoşudaş kubiklə tikilib, üstündən də kəmər fırladılıb. Yavaş-yavaş yaxınlaşaq. Birinci mərtəbədə istipol olacaq, ikinci mərtəbədə, düzdür? Burada belə bir zalı var. Ay maşallah, görürsünüz, böyük bir zaldır, bax. Bax, görürsünüz, bax, belə bir zaldır. Demək olar ki, bunun təmir işləri gedir də, malyarka işləri qutaracaq, aboylar, yerin laminatı, qapılar. Yəni, son tamamlanma işləri gedir. Neçə kvadratdır bu zal? 7-nin 3-ə, 20 kvadrata yaxındır qonaq otağı. Hamısı belə keramik olacaq da? Yoxsa otaqlar laminat olacaq, koridor, hamam, tualet, mətbəx keramik olunacaq. İndi mətbəxinə baxın, ay maşallah, bu mətbəxi də böyüdür. Bax, belə bir mətbəxi var. Mətbəx demək olar ki, yeri də mebel arası keramikası da hamısı hazır vəziyyətdədir. Bu mətbəxidir, bir qonaq otağıdır, ümumilikdə 4 otaqlı evdir. Burada da sanitar qovşağı var, baxın. Bax, burada da belə sanitar qovşağıdır. Bax, belə 129 minədir, 3 nömrəli məktəbin yanındadır. Qiymətindən narahat olmayın, yaxşı endirim olunacaq. İnşallah siz gəlinib baxana da bu işlər tam yekunlaşacaq. Yavaş-yavaş gəlin, bax, monolitin görürsünüz. Yaxından gələndə inşallah canlı hamısını bir-bir görəcəksiniz. Siz gəlində pilləkən də hazır olacaq, bunlar işlər hamısı yekunlaşacaq. İkinci mərtəbəyə qalxandan sonra burada belə bir balkonu var. Baxın balkona. Bunda məhəccəri hazırdır. Gətirib bunu da ustanovka eləyəcəklər yerinə. Bu balkonudur. Buradan ərazini bir də göstərin. Görürsünüz, bax, sarayın tam mərkəzidir, 3 nömrəli məktəbin yanı. Yaxınlaşaq yataq otaqlara. Bu bir yataq otağı. Bu bir yataq otağı. Ümumilikdə 4 otaqlı evdir. Bu bir yataq otağı. Ən böyük yataq otağıdır. Bu düzdür. Sonra o busana baxaq. Bu ikinci yataq otağı. Görürsünüz, otaqlar böyük otaqlardır. Bir dənə də üçüncü otağı var. Bu deçik otaqdır. Ona da baxaq. Bir otaq da burada. Bax, bir otaq da burada. Burada da bir dənə ikinci mərtəbənin sanitar qovşağı var. Ona da baxın. Bunu da göstərin. Bax belə. Deməli, Saray qəsəbəsində 3 nömrəli məktəbin yanında bu 2 mərtəbəli ev satışa çıxarıldı. Yeri göyü monolitdir. Yəni, yeri də monolitdir, birdən iki ortası da monolitdir. Mütləq gəlin bu evə baxın, kupçalı evdir. Kanalizasiyası mərkəzidir, qaz, su, işıq sayğacları olacaq, çünki bu kupçalı evdir. 129 minədən narahat olmayın, ev sahibi özü burada olacaq. Gəlin elə, siz gəlinə bu işlərdə abo işləri, pilləkən, laminat işləri, qapılar qutaracaq. Gəlin qiymətində endirim elətdirin, bu evi götürün. Çox əlverişli yerdədir, qiymətini də münasib eləyəcək. İndi gələndə özünüz görəcəksiniz. Sağ olun.